Əziz müəllimlər, bu günləri mən sizə 05.07.2026-cı il tarixində ikinci qrupların qəbuluna düşən sualları izah edəcəm. Suallara başlamazdan ilk öncə sizdən kanala abunə olmağı, like etməyi xahiş edirəm. Gəlin suallara baxaq. 31-ci sualda bizdən istəyir iqlim diaqramına aid olduğu məntəqələrin yerləşdiyi inzibati ərazilər üçün hansı fikir doğru deyil? Diqqət yetirək diaqramımıza. Birinci diaqram Lənkəran rayonuna aiddir. İkinci diaqramımız Bakı şəhəri. Üçüncü diaqramımız Zaqatala və dördüncü diaqramımız isə Quba rayonuna aid edilir. İndi variantlar üzrə bunu incələyək. A variantında 1 və 4, yəni Lənkəran və Quba rayonunda meşə landşafı formalaşmışdır. Bəli, doğru fikirdir. Bizə aid olmayan lazımdır. A variantını çıxdıq. B variantında 1 və 3 mülayim isti iqlim tipi yayılıb. Lənkəranda və Zaqatalada mülayim isti iqlim tipi yayılmışdır. Doğru fikirdir. C variantında 1-2 Lənkəran və Bakı şəhəri, Bakıda Xəzər dənizinə çıxışı var. Doğru fikirdir. Həm Lənkəran, həm də Bakının Xəzər dənizinə birbaşa olaraq çıxışı var. D variantı 2-4 Bakı və Quba. Filiz faydalı qazıntı yataqları vardır. Bakı və Qubaya aid olmayan fikirdir. Onun üçün də D variantını götürürük buradan. E variantında isə 3 və 4-ü qeyd edilir. Zaqatala və Quba Qafqaz ilayəsinə aid olan xalqlar var. Bəli, həm Zaqatala, həm Qubada ləzgilər, udinlər, bunların hər biri Qafqaz dil ailəsinə aid edilir. Doğru fikirdir. 32-ci suala diqqət yetirək. Doğru sıraları müəyyən edin. Cəryanlar, suyun temperaturu və təsir etdiyi ərazilər. Bir də Alyaska cəryanı isti cəryandır. Bəli. Aleut adalarının öz təsirini göstərir. Biri götürək. 2-də Mozambik soyuq cəryanı deyil, yanlışdır. 3-də Peru cəryanı soyuq cəryanıdır və Atakama səhrasına Cənubi Amerikanın qərb hissəsinə təsir göstərir. 3-ü götürdük. 4-də Şimali Atlantik cəryanı isti cəryanıdır. Bəli, İrlandiya adasına öz təsirini göstərir. Bu da doğru fikirdir. Atlantik okeanda. 5-də Golf Stream isti cəryanında Atlantik okeanı Braziliya yaylasına təsir göstərmir. Şimali Amerika materikinə öz təsiri var. 5-i çıxdıq. 6-da Somali soyuq cəryanında doğru fikirdir. Hind okeanında Somali yarımadasına öz təsirini göstərir. Şri-Lanka adası burada yanlışdır. Demək 1-3-4, 1-3-4 Y variantımıza uyğun gəlir. 33-cü sual Laçın, Şərur, Qəbələ inzibati rayonlarına aid olan ümumi cəhətləri bizdən istəyir. Xüsusiyyətləri ərazilərində yeraltı sularla qidalanan çayları var. Laçında Həkəri, Şərurda Araz və Arpaçay qeyd edilə bilərik. Qəbələdə isə Türyan çay bura aid edilir. Demək ki, 1 götürdük. Filiz faydalı qazıntı yataqlarına rast gəlinir. Qəbələdə bu yoxdur. 2 ölkə ilə həm sərhəddir. Şərura aiddir. Laçın isə Laçın və Qəbələ isə bir ölkə ilə sərhəddə düşür. 3 çıxdıq buradan. Ərazilərində soyuq iqlim tipi yayılmışdır. Hər üçünə aid olan ortaq cəhətdir. Yerləşdirək iqtisadi rayonlarda yay otlaqları mövcuddur. Bəli, iqtisadi rayon olaraq Laçın, Şərur və Qəbələdə yay otlaqları yayılıb. Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Qəbələ Kiçik Qafqaz deyil, Böyük Qafqaz qalxmasına aid edilir. 6-ını da buradan çıxdıq. Cavabımız oldu 1-4-5 A variantı. 34-cü suala diqqət yetirək. Ölkə əhalisi 25%-nin azsaylı xalqlar, 4,5 milyon nəfərini isə əsas xalq təşkil edir. Ölkənin ümumi əhalisinin 120 min kvadrat kilometr olduğunu bilərək, ümumi sahəsi daha doğrusu üzr istəyirəm, ümumi sahə 120 min kvadrat kilometr olduğunu bilərək əhalinin orta sıxlığını hesablayaq. İlk öncə diqqət yetirin. Burada ölkə əhalisinin 25%-i azsaylı xalqdırsa, onun 4,5 milyon nəfəri əsas xalqdır. Demək ki, 4,5 milyon özü əsas xalqdırsa, bu 75% təşkil edəcək. Bizə ölkənin ümumi əhalisi lazımdır. Bu 100%-dir. Buna x deyək. X də buradan bərabərdir. 4,5-i burada 100-ə vurub 75-ə bölürük. Və burada böldükdən sonra cavabımız 6 milyon edir. 6 milyon. Artıq ölkə əhalisinin ümumi əhalini tapmışıq. Ölkənin ümumi sahəsi bilirik. Buna əsasən orta sıxlığı tapaq.
Sıxlıq bərabərdir. Sıxlıq bərabərdir. Ölkə əhalisinin sayı bölünsün əraziyə və buradan da diqqət yetirsək 6 milyon nəfəri böləcəyik 120 minə. 1000 kvadrat kilometrə. Buradan 4-0 ixtisar aparsaq 600-ü də 12-yə böldükdə 50 nəfər düşür. Demək, orta sıxlıq 50 nəfərdir. Y variantı. 35-ci sual. Sxemə əsasən A, B, C məntəqələrinin yerləşdiyi müvafiq saat qurşaqlarını və A məntəqəsi ilə C məntəqəsi arasında qurşaq vaxt fərqini hesablayaq. İlk öncə diqqət yetirin burada. A məntəqəsi yerləşir 35 dərəcə qərb uzunluğunda. Onu böləcəyik 15-ə. 2 dəfə 30 5, 7 onda 5-dən kiçikdir. Olduğu kimi qalır. 24-dən çıxırıq 2. 22-ci saat qurşağı. A yerləşdi 22-ci saat qurşağında. B yerləşir 40 dərəcə şərq uzunluğu. 40-ı 15-ə böldük. 2 dəfə 30. Qalıqda 10 qaldı. 7 onda 5-dən böyükdür. Üzərinə 1 gəldik. 3-cü saat qurşağı. Digər məntəqəmiz isə C məntəqəsi yerləşir 75 dərəcədə. 75-i 15-ə böldük. 5 dəfə 75. Qalıq 0. Bu da yerləşdi 5-ci saat qurşağı. Diqqət yetirək. A məntəqəmiz yerləşir 22-ci saat qurşağında. B məntəqəmiz yerləşdi. 40-ı böldük 15-ə. Yerləşdi 3-cü saat qurşağında. C məntəqəmiz isə 5-ci saat qurşağında yerləşir. Bundan sonra bizə qurşaq vaxtını istəyir. Bu 24-cü saat qurşağı və 0-cı saat qurşağıdır. Diqqət yetirin, 22 ilə 24-ün arasında 2 saat var. Və 0-cı saat qurşağı ilə də həmçinin 5-ci saat qurşağı arasında 5 saat var. Bunların cəmini soruşduğu üçün bunların da cəmi 2 plus 5 7 saat. Deməli, qurşaq vaxtımız etdi 7 saat. Variantlara baxsaq 22, 3 və 5-ci saat qurşaqları 22, 3 və 5 7 saatla D variantına uyğun gəlir. 36-cı sualda verilmiş xüsusiyyətlərin aid olduğu ölkələri müəyyən edin. Okean və dənizə birbaşa çıxışı var. Qeyri-istehsal sahələr üstünlük təşkil etsə inkişaf etmiş ölkədir bu ölkə. Südlü ətli heyvandarlıq inkişaf edir. Gəlin variantlarda seçək. Fransa dənizə birbaşa çıxışı var, inkişaf etmiş ölkədir. Südlü ətli heyvandarlığı var. Biri götürə bilərəm buradan. İsveçrə birbaşa dənizə çıxışı yoxdur, ikini çıxdıq. Nigeriyanın özü qeyri-istehsal sahələsi üstünlük təşkil etmir. 3-ü buradan çıxdıq. Avstriyanın dənizə birbaşa çıxışı yoxdur. Danimarka uyğundur. Almaniya uyğundur verilənlərə. 1, 5, 6 B variantına uyğun gəlir. Elektrik enerjisi istehsalında SES-lərin rolunu, su elektrik stansiyalarının rolunu çox olduğu ölkələr. Türkmənistan quraq ölkədir. Burada su elektrik stansiyası rolu zəifdir. Norveçi götürərik. Küveyt quraq ölkədir, çıxırıq. Braziliya, həmçinin Kanada. Liviyanı buradan çıxdıq. Səhriyə, yarım səhriyə düşənləri buradan daha çox çıxırıq. Çünki bizə üstün istəyir. Enerji istehsalında SES-in rolunun daha çox olduğu istəyir. Onun üçün Norveç, Braziliya, Kanada 2, 4, 5 və burada Fransanı da çıxırıq. Fransada daha çox AES-lərlə üstündür. AES-lər üstündür. 2, 4, 5 variantlarımızdan B variantına uyğun gəlir. Doğru fikirləri müəyyənləşdirin. Atlas dağlarında yerləşən bütün ölkələr respublika idarəetmə formasına malikdir. Biz bilirik ki, Afrikada Atlas dağlarında Mərakeş də bura düşür və Mərakeş konstitusiyalı monarx ölkəsidir. Biri buradan çıxdıq. İndoneziya və Türkiyə qeyri-miyə daxil olan ölkədir. Bəli, Yenisəna ölkələrindən. Verxuyansk Ural dağları ölkələr arasında təbii. Baxın, ölkələr arasında deyir, amma Ural dağları Rusiyanın daxilindədir. Ölkələr arasına düşmür. Və həmçində Verxuyansk özü.
4-də Braziliya dövləti Peru və Venezuela dövləti ilə həmsərhəddir. Bu doğru fikirdir. Braziliyanın həmsərhəd olmadığı dövlətlər Cənubi Amerikada biz bunu Ekvadoru və Çilini qeyd edə bilərik. 4 də götürdük. Vyetnam Benqal körfəzi sahilində yerləşir. Ümumiyyətlə Vyetnam Sakit Okean sahillərinə düşür. Benqal körfəzi Hind okeanı hövzəsinə aiddir. Onun üçün 5 yanlışdır. Koreya Xalq Demokratik Respublikası və Laos sosialist ölkədir. Doğru fikirdir. 2-4-6. 2-4-6 A variantına uyğun gəlir. Növbəti testə baxaq. 39-cu testdə xəritə sxemdə verilən məntəqələrin yerləşdiyi ərazilərə aid olan xüsusiyyətləri müəyyənləşdir. Cədvəli incələyək. Birdə düzən meşə landşaftı yayılıb. Bəli, Samur dəvəçi ovalığında düzən meşə landşaftı yayılıb. Doğru fikirdir. 2 gətirmə konusları yayılmışdır. Dağdan düzən keçid ərzində Qanı-Qayır çay ovalığını qeyd edə bilərik. 3. Ağgöl Milli Parkı yerləşir. 3-ü diqqət yetirirsinizsə Ağgöl Milli Parkı mil düzündədir. Yanlışdır. Vulkanik süxurlar geniş yayılmışdır. 4-də. Ceyrançöldə vulkanik süxur yoxdur. 4-ü buradan çıxırıq. Tektonik qalxma zonasında yerləşir. 5-i qeyd edir. Bəli, Kiçik Qafqazın qalxmasına düşür. 5-i də götürdük. 6. Düz günəş radiasiyasının illik kəmiyyəti azdır. Əslində, düz günəş radiasiyasının illik kəmiyyəti Naxçıvanda, Böyük Qafqazın yüksək dağlığında və Küraz ovalığında az yox, çoxdur. Onun üçün 6-nı da buradan çıxdıq, yanlışdır. 1, 2, 5 variantlarımızdan D variantına uyğun gəlir. 40-cı sualda uyğunluğu müəyyən edin. Litosfer havaların ayrılma sərhəddi və litosfer havaların toqquşma sərhəddini bizə qeyd edir. Litosfer havaların ayrılma sərhəddi Orta Okean silsilələri doğrudur. Sipərlər və faylı dağlar ümumiyyətlə havaların nə ayrılma, nə toqquşma sərhədlərinə uyğun gəlmir. Platformaya uyğunluqlar. Qırışıq dağların özü litosfer havaların toqquşması zamanı yaranırlar. Rift dərələri litosfer havalarının ayrılmasından yaranır. Dərinsulu okean novları isə litosfer havalarının toqquşmasından yaranır. 1-ə AD, 2-yə isə CY. E variantı uyğundur. 41-ci sual uyğunluğu müəyyən edin. Fiziki coğrafi rayonlar, Şərri Ordubad, Arazboy, Zaqatala, Lahıc iqlim tiplərinə uyğunlaşdıraq. Qışı mülayim keçən yarım səhra, quru çöl. Qışı mülayim keçən yarım səhra və quru çöl Araz boyunda yayılıb. Yay quraq keçən mülayim isti iqlim. Yay quraq keçən mülayim isti iqlim Şərri Ordubadda yoxdur, Araz boyunda yoxdur, Zaqatala, Lahıcda yoxdur. B-ni ümumiyyətlə buradan çıxırıq. Qışı soyuq keçən yarım səhra və quru çöl. Qışı soyuq keçən yarım səhra, quru çöl Şərri Ordubada uyğun gəlir. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim tipi Zaqatala, Lahıcdadır. Yalnız yağıntıları bərabər paylanan mülayim isti iqlim tipi isə verilənlərdən Zaqatala, Lahıca uyğun gəlir. 1-ə C, 2-yə A. 1-ə C, 2-yə A, 3-ə D-Y ilə A variantımıza uyğundur. Kəsmə hündürlüyü 10 metrdir. 10 metrə bərabər olduğunu nəzərə alaraq təpənin nisbi hündürlüyünü müəyyənləşdirir. Nisbi hündürlük dağın zirvəsi ilə ətək arasında hündürlük fərqinə deyilir. Diqqət yetirsəz, zirvədə hündürlük 41 metrdirsə, daxili horizontalda 40 metr olar. Tam şəkildə ona bölünməli, kəsmə yüksəkliyə bölünməlidir. 30, 20 və 10 metr. 41 çıxılsın 10 bərabərdir 31 metrə. 31 metr B variantımıza uyğun gəldi. Uyğunluğu müəyyən edin. Təbii zonalar, savanna, seyrək meşələr, tayqa, yarpaqlı həmişəyaşıl meşə və kolluqlar. Xüsusiyyətlərinə baxaq. Ancaq şimal yarımkürəsində yayılıb tayqalara aiddir bu. Tayqa yalnız şimal yarımkürəsindədir. Subekvator iqlim qurşaqlarında yayılmışdır savanna və seyrək meşələr. Mövsümi dəyişkənlik müşahidə olunmur. Verilənlərin hər birində mövsümi dəyişkənlik müşahidə edilir. Onun üçün C-ni buradan çıxırıq. İl boyu quraq olur. İl boyu quraq olur. Biz buna deyə bilməliyik. Məsələn, savannalarda, tayqa və yarpaqlı meşələrdə mövsümlük xarakteri daşıdığı üçün bunlarda
il boyu quraq yanlışdır. Deyin də buradan çıxdıq. Aralıq dəniz sahillərində geniş yayılmışdır. Aralıq dəniz zodyarpaqlı meşə və kolluqlardır. 1-ə B, 2-yə A, 3-ə Y götürək. 1-ə B, 2-yə A, 3-ə Y C variantımıza uyğundur. İl boyu nisbi rütubətlilik daha aşağı. Nisbi rütubətlilik daha aşağı deyirsə, bu isti quru ərazilər olmalıdır, yəni səhralar olmalıdır. Və məntəqələrə diqqət etsək, səhralar bir də Atakama səhrası, 3-də Böyük səhranı və Mərkəzi Asiyada Türkmənistan ərazisinə düşən Qaraqum səhrasını qeyd edə bilərik. 1-3-5 B variantına uyğun gəlir. 45-ci sualımızda diqqət yetirin, Venn diaqramı verib və xüsusiyyətlərini burada qeyd edib. Birinciyə yalnız AC. AC-yə baxaq. A-da paleozoy yaşlı dağlardır. C-də isə aid olduğu materikin şərqində yerləşir. Diqqət yetirək, materikin şərq hissəsində paleozoy yaşlı dağlara. Variantlara baxsaq, A variantında Atlas dağları. Atlas dağları cavan dağlardır. Kaynozoy erasına aiddir. A-nı buradan çıxdıq. C variantında Ural dağları. Materikin şərq hissəsidir, yanlışdır. Sonra Y variantında Skandinaviya materikin qərbinə düşür. B variantında Kordilyer bizə paleozoy yaşlı dediyi üçün Kordilyer Kaynozoy yaşlıdır. B-ni də buradan çıxırıq. D variantı Apalaç dağları, bəli, Şimali Amerika materikinin şərq hissəsinə düşür. Paleozoy yaşlı suxurlar burada yayılıb, dağlardır. Və həmçinin də ikinci tərəfə diqqət yetirsək BY-yə Kaynozoyda yaranmışdır. Bəli, Alp dağları Kaynozoy erasında yaranıb. Həmçinin Y-yə diqqət yetirsək burada daimi qar xəttindən malikdir. Bəli, diqqət yetirsəz Alp dağları daimi qar xəttinə malikdir. Onun üçün elə burada D variantımız olur. Sonra sxemi tamamlayın. Ərazini verir. Dəmir filizi hasilatı, neft-qaz hasilatı və aid olduğu ölkəni burada qeyd edir. Diqqət yetirin, region olaraq Asiya. Asiyada həm dəmir filizi, həm neft-qaz hasilatı var. Burada Çini götürə bilər və ölkə olaraq Çini qeyd edir. Bəli, Çinin özündə neft hasilatı, dəmir filiz hasilatı var. Biri götürək buradan birincini. 2-də Afrika, hər ikisinə uyğundur, amma ölkə olaraq uyğunsuzluq burada pozulur. Çünki Liviyanın özünə neft-qaz hasilatı var, dəmir filiz hasilatı aid deyil. 3-də Avropa, Avropada Niderlandda neft-qazı qeyd edə bilərik, dəmir filizi yanlışdır. 4-cüdə Latin Amerikasında Uruguay bizə qeyd edir. Uruguay dəmir filizi hasilatı yanlışdır. Şimali Amerikada, ABŞ-da Amerika Birləşmiş Ştatları həm dəmir filizi hasilatı, həm də neft-qaz hasilatına malikdir. 1-5 C variantımıza uyğun gəldi. 47-ci sual daktiserofit bitkilərinin geniş yayıldığı ərazilər. Daktiserofit Azərbaycanda 2 ərazidə qeyd olunur. Talış dağlarında və həmçində Naxçıvan ərazisini biz qeyd edirik. 3-5 B variantımıza uyğun gəlir. 48-ci sual uyğunluğu müəyyəndir. Nəqliyyat növlərini qeyd edib, daşınmalar, dəniz, hava və dəmir yolu nəqliyyatını burada qeyd edib. Diqqət yetirin xüsusiyyətlərinə. Beynəlxalq yüklərin çox hissəsi daşınır. Bu dəniz nəqliyyatına aid olan xüsusiyyətdir. Qitə arası sərnişin daşınmalarında birincidir. Əlbəttə ki, hava nəqliyyatıdır bu. Qərbi Avropa, Şimali Amerika ölkələri arasında yük daşımalarda rolu böyükdür. Yük daşımalarda rol böyükdür. Qitələr arasında bəli, bu dəniz nəqliyyatına uyğun gəlir. Ən sürətli və dinamik nəqliyyat növüdür. Sürətli və dinamik nəqliyyat növü bu hava nəqliyyatına uyğundur. Hava şəraitindən asılılığı nisbətən azdır, dəmir yoluna aid edilir. 1-ə AC, 2-yə B-dir. 1-ə AC, 2-yə B-dir, 3-ə Y variantımıza uyğun gəldi. 49-cu sual, dağın ətəyində okean səviyyəsində havanın temperaturu 20 dərəcədir. Okean səviyyəsi deyilsə 0 metr burada nəzərdə tutulur artıq və burada havanın temperaturu 20 dərəcə Selsidir. Buradan yamac boyu hərəkət edən səyyə A və B məntəqələrində havanın temperaturunu ölçdü. Bu məntəqələrdə havanın temperaturu düzgün göstərən qrafiki. Baxın, bizə temperaturun düzgün göstərildiyi qrafiki istəyir və A məntəqəsi 1500 metrdədir. Biz də bilirik ki,
hündürlüyə doğru qalxsa temperatur aşağı düşür. Hər 1000 metrdə temperatur 6 dərəcə aşağı düşür. Yəni biz bunu belə qeyd eləsək, 1000 metr yuxarıya qalxırıqsa temperaturumuz 6 dərəcə Selsi aşağı düşür. 1500-də isə 1500 metr yuxarıya qalxsaq temperaturumuz x dərəcə Selsi aşağı düşər. X də bərabərdir 9 dərəcə Selsidir. Demək ki, bizim burada A məntəqəsində dərəcəmiz oldu 9 dərəcə Selsi. B məntəqəsinə baxın 3000 metrdədir. 3000 metrdə. Və burada diqqət yetirək. 1000 metrdə 6 dərəcə Selsi temperatur aşağı düşürsə 3000-də x-dir. X da bərabərdir 18 dərəcə Selsi. Burada bir məqam var. Bunları tapdıq. Sadəcə olaraq bunların dərəcələrini burada qeyd edəndə bunları düzgün qeyd edim. 20 dərəcə çıxılsın 9 dərəcə bərabərdir 11 dərəcə Selsi. Və həmçinin də bu hissədə çünki ətəkdə 20 dərəcədir. 20 dərəcə Selsi çıxılsın 18 dərəcə, o da bərabərdir 2 dərəcə Selsi. Demək ki, B məntəqəsində temperatur 2 dərəcə Selsidir. Qrafiklərə gəlin baxaq. A variantında bizə diqqət yetirin, dəniz səviyyəsində 20 dərəcədən başlayır, 11 dərəcə. B məntəqəsi 15 yox, olmalıdır. Rahat tapmaq üçün qeyd edirəm. B məntəqəsi olmalıdır 2 dərəcə. A variant demək ki, yanlışdır, burada 2 olmalıydı. B variantında diqqət yetirin 0 dərəcədən yox, bu 20 dərəcədən başlamalıydı. B onun üçün yanlışdır. C variantında burada göstərdi 20 dərəcədən başlayır, A məntəqəsi 11 dərəcə, sonra yuxarıya doğru qalxma və həmçinin yenidən B məntəqəsi 2 dərəcə Selsi və temperatur sabit şəkildə sonradan davam edir. Demək, C variantı uyğun gəlir. D variantında 10 dərəcədən başlamalıdır, 20 dərəcədən başlamalıdır. Burada temperatur yanlışdır. Y variantında isə 20 dərəcədən başlayır. A-da temperatur 5 dərəcə yox, 11 dərəcə Selsi olmalıydı. Y variantında oradan çıxdıq. 50-ci sual türk dünyasına aiddir. Verilən xüsusiyyətlərin xəritə sxemdə rəqəmlərlə qeyd edilmiş hansı türk dövlətlərinə aid olduğunu müəyyən edin. Materik daxili ölkə olsa da, çay və kanallarla dünya okeanına çıxa bilir. Diqqət yetirsəz, materik daxili ölkədir. Verilən türk dövlətlərindən Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızistan və 2 rəqəmdə Türkiyədir. Bu ölkələrdə Mərkəzi Asiyada olanlar, yəni Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızistan materik daxili ölkədir. Bunlardan Qazaxıstanın və Türkmənistanın dolayı yollarla dünya okeanına çıxa bilirlər. Yəni Xəzər dənizi vasitəsilə dünya okeanına çıxışları var. Demək ki, birinciyə 1-3 uyğun gəlir. Çayları 2 okean hövzəsinə aiddir. Türkiyə həm Atlantik okeanına aid edilir çayları, həmçinin Dəclə və Fərat çayları İran körfəzinə tökülür, Hind okeanına aiddir. Onun üçün çaylar 2 okean hövzəsinə aiddir. Bu Türkiyəyə aid olan xüsusiyyətdir. Üçüncüdə əhalinin əsas hissəsi Uyğur qoluna aiddir, özbəklərə aiddir bu. Özbəkistan 5 rəqəminə düşür. Dağlıq relyef üstünlük təşkil edir. Bu da Qırğızistana aid olan xüsusiyyətdir. Birinciyə 1-3 ilə başlayırıq. 1-3, 2, 1-3. C variantımız buna uyğun gəlir. 51-ci sual Azərbaycanın xarici iqtisadi əlaqələrində mühüm rol oynayan su nəqliyyat yolları. Burada Bakı-Ceyhanı çıxırıq. Xəzər dənizində dolayı yollarla, Xəzərdə olan su yollarından söhbət gedir. Bakı-Potinə çıxdıq. Bakı-Bekteş, Bakı-Aktava, Bakı-Həştərxana bura aid edir. Yəni 3, 4 və 6. 3, 4, 6 A variantımıza uyğun gəldi. 52-ci sual Azərbaycanın faydalı qazıntılarına aiddir və faydalı qazıntı yataqlarını müvafiq olaraq müəyyən edin. Bir polimetal, 2 mis, 3 hissə civə yatağıdır. Diqqət yetirin, A variantında Dəmiroğlu verir.
Daşkəsəndə Dəmiroğlu, Hamançay, Dəmirfez yatağı da variantını çıxdıq. B-də Katexçay polimetal ehtiyatıdır, doğrudur. Nehrəm duz yatağıdır, variant bozdur. C variantı Kastağ, Mazımçay. Bu Balakən Zaqatala ərazisinə düşür. Filiz polimetal ehtiyatı aid edilir. Qaradağ mis yatağı, Narzanlı civə yatağı. C variantı uyğundur. Variantımız elə C variantdır. D variantına daş salahlı, polimetal deyil. Y variantında isə Mazımçay. Mazımçay uyğundur. Hamançay, Dəmiroğlu mis yatağı deyil, dəmir filizli yatağıdır. Çıxdıq. Ağcakənd gipsli, bunda çıxdıq. Y variantda yanlışdır. 53-cü sual. Miqyas 1 bölünsün 5 milyonla xəritədə əsas çay və qolların uzunluğu 4 cm-dir. Ədədi miqyası izahlı miqyasa çevirsək, bu 1 cm-də 5 dənə sıfır atsaq 50 kilometr edir. 4 cm-də x-dır. X-ımız da bərabərdir 200 kilometrə. Demək ki, çayın uzunluğu 200 kilometrdir və çay şəbəkəsinin sıxlığı 0,4 kilometr bölünsün kvadrat kilometr olarsa, su toplayıcı hövzənin sahəsini tapın. Çay şəbəkəsinin sıxlığı bərabər çayın ümumi qollarının uzunluğu bölünsün hövzənin sahəsinə. Buradan da qeyd eləyək, düsturumuzla yazaq. 0,4 bərabərdir 200 bölünsün x. X da buradan 500'ə bərabər edir. 500 kvadrat kilometr. Dördüncü sual. Dünyanın kənd təsərrüfatı ilə bağlı doğru fikirləri müəyyən edin. Çin, Polşa, Rusiyada kartofçuluq inkişaf edib, doğru fikirdir. Qazaxıstan, Argentina, Fransa iri buğda ixalçısı deyil. Bu ixal sözünə görə yanlışdır burada. İxrac edirlər. Demir əkinçiliyinin inkişaf etdiyi ərazilərdə yağıntılar fəsillər üzrə bərabər paylanana bilər. Bəli, doğru fikirdir. Buğdanın əkin sahələri çay plantasiyalarına nisbətən daha çoxdur. Doğru fikirdir burada. Şəkər çuğundurunun əsas istehsalçısı Braziliya, Kuba, Venezuela. Burada şəkər çuğunduru əsasən mülayim iqlim qurşağında formalaşır. Burada şəkər çuğunduru yox, şəkər qamışı olsaydı doğru olardı. Yanlışdır 5. Altda qaragül qoyunçuluğu mülayim dəniz iqlim şəraitində, isti quru iqlim şəraitində formalaşır. Əfqanistanda, Türkmənistanda, Özbəkistanda yayılıb. Altını buradan çıxaq. Demək 1, 3, 4, 1, 3 və 4 uyğun gəlir cavabımıza. 55-ci sual, doğru sıranı müəyyənləşdir. Göl yerləşdiyi iqlim tipi, yerləşdiyi inzibati rayon və yerləşdiyi fiziki coğrafi rayon. Candar göl yarım səhra quru çöl iqlim tipində yerləşir. Ağstafa rayonunda, Daşkəsən burada yanlışdır. Batabat Şahbuz rayonu ərazisində, yay quraq keçən soyuq iqlimdə doğrudur və Günnüt Qapçı fiziki coğrafi rayonlaşmasına düşür. 2 doğrudur. Maralgöl yarım səhra quru çöl iqlim tipinə düşməz, soyuq iqlim tipindədir. 3-ü buradan çıxırıq. Ağzıbirçala yarım səhra quru çöl iqlimdə, Şabran rayonunda və Samır Dəvəsi fiziki coğrafi rayonlaşmasında doğru fikirdir. Acnohor gölü qışı quraq keçən mülayim isti iqlim tipində və İsmayıllı rayonunda yanlışdır. Yarım səhra quru çöl iqlim tipi və həmçinin burada Qax və Şəki rayonları ərazisinə düşür. İsmayıllı rayonu burada yanlışdır. 5-i çıxdıq. Sarısu gölü yarım səhra quru çöl iqlim tipində yerləşir. İmişli və qismən Sabirabad rayonlarının ərazisinə düşür. Kür, Araz fiziki coğrafi rayonlaşmasındadır. Demək 2, 4, 6. 2, 4, 6 doğru cavabımız edər. 56-cı sual. Xəritə sxemdə iştiqlənmiş iqtisadi rayonlar üçün ümumi ortaq olan xüsusiyyətləri müəyyənləşdir. Diqqət yetirir, Naxçıvandan və Lənkərandan söhbət gedir. Naxçıvan və Lənkəran iqtisadi coğrafi rayonlaşmalarına aid olan xüsusiyyət. Bir modul tipli İES-lər fəaliyyət göstərir. Lənkəranda biz Lerik və Astara modul tipli İES-ləri qeyd edə bilərik. Həmçinin Naxçıvanın özündə də var. Biri ortaq cəhət kimi götürək. Tərkibində 10 inzibati rayonların sayı eynidir. Yanlışdır. Naxçıvanda 7 inzibati, Lənkəranda isə 6 inzibati rayon var. 2-ni çıxdıq.
Subab ab çəmənliklərindən yay otlaqları kimi istifadə olunur. Lənkəran İqtisadi Coğrafiya Anlaşması Subab ab çəmənlikləri yoxdur. Dağ sarı torpaqlar Naxçıvanda yoxdur. Bunu çıxaq. Paleogen yaşlı süxurlar hər ikisi üçün ortaq cəhətdir və meyvəçilik üzrə də ixtisaslaşmış rayonlardır. 1, 5, 6, 1, 5 və 6 doğru cavabımız olar. 57-ci sual uyğunluq istəyir bizdən. Jutlandiya, Madagaskar adası və Somali yarımadası. Ərazisində materikin ucqar nöqtəsi yerləşir. Bu Afrika materikinin şərq ucqar nöqtəsi. Rasxəfin burnunu biz burada qeyd eləyə bilərik. Onun üçün də 3-ə A gedər. 3-ə yazırıq A. Ərazisində inkişaf etmiş ölkə yerləşir. Jutlandiya yarımadasını qeyd eləyə bilərik. Şimal hissəsi Danimarkaya, aşağı cənub hissəsini isə Almaniyaya aid etmək olar. İki işıqlanma qurşağında yerləşir. İki işıqlanma qurşağında yerləşsə, burada tropik və yaxud da qütb dairəsi kəsməlidir. Verilənlərdən Madagaskar adasının cənub tropik xətti kəsir. Onun üçün C-yə uyğun gəlir. Madagaskar adası iki işıqlanma qurşağındadır. Ərazisində mühüm gəmiçilik kanalı keçir. Jutlandiyada Kil kanalını qeyd eləyə bilərik. Şimal dənizlə Baltik dənizini bir-birinə əlaqələndirir. Soyuq okean cəryanının təsirinə məruz qalır. Somali yarımadası Soyuq Somali cəryanının təsirinə məruz qalır. 1-ə B-dir, 2-yə C, 3-ə isə A-yı qeyd edərik. Açıq suallarımıza baxaq. Tədqiqatçı Oslo şəhərində, Oslo şəhəri koordinatlarını da qeyd edib burada özü 60 dərəcə şimal enliyi və 10 dərəcə şərq uzunluğu. Paralel boyunca 2790 km hərəkət etdikdən sonra A məntəqəsinə çatır. Bu məntəqə yerli vaxtda London şəhərindən 4 saat irəlidədir. Yoldaşlar, burada bunun koordinatlarını qeyd etsək, diqqət yetirin. Bizim Greenwich'imiz 10 dərəcə şərq uzunluğumuz və bizə qeyd edir ki, bu London şəhəri 10 dərəcə şərq uzunluğunda Oslo şəhəri yerləşir. Oslo. Ekvator xətti. Diqqət yetirin. London şəhərindən 4 saat irəlidədir. 4 saat irəlidədir. Bu nə deməkdir? 4 vurulsun 15 bərabərdir 60 dərəcə. Yəni London şəhərindən 60 dərəcə məntəqə şərqdə yerləşir. 60 dərəcə London şəhərindən şərqə getsəm, gəlib çıxaram 60 dərəcə şərq uzunluğuna. Demək, A məntəqəm yerləşdi 60 dərəcə şərq uzunluğu və 60 dərəcə şimal enliyində yerləşdi. İndi gəlin diqqət edin, bu da bizim A məntəqəmiz. Və A məntəqəsi qədim dağ sistemində yerləşir. 60 dərəcə şimal enliyi, 60 dərəcə şərq uzunluğunun kəsişdiyi ərazidə yerləşən dağ Ural dağlarıdır. Ural dağları. Bu dağ sisteminin qərbində qədim platforma, Ural dağlarının qərb hissəsində Şərqi Avropa platforması aid olan X düzənliyi, yəni Şərqi Avropa düzənliyi, şərqində isə Cavan platforma, Qərbi Sibir Cavan platforması və Qərbi Sibir düzənliyinin ovalığını burada qeyd eləyə bilərik, yerləşir. X düzənliyindən axan ən uzun çay. X, yəni Şərqi Avropa düzənliyindən axan ən uzun çay Volqa çayıdır və daxili axarsı hövzə, yəni Xəzər dənizi hövzəsinə aiddir. Y düzənliyindən axan ən uzun çay Ob çayıdır və Ob çayının da mənsəbi Şimal Buzlu Okean hövzəsinə aid edilir və aparılan tədqiqata aid xüsusiyyətləri müəyyən edin. Cədvəldə bunları qeyd edəsiniz. Həmçinin 59-cu sualda tədqiqatın başladığı və bitdiyi ölkələrin adı. Başladığı ölkə Oslodan başlayır. Oslo Norveçin paytaxtıdır.
başladığı ölkə, bitdiyi ölkə isə 60 dərəcə şimal ilə 60 dərəcə şərq uzunluğu Ural dağları Rusiyaya düşür. Demək, yazırıq bura Norveç və Rusiya. Hərəkət edilən paralelin 1 dərəcəlik qövsünün uzunluğunu və bu paralelin keçdiyi materikləri müəyyən edib cədvəldə yazın. Baxaq, hərəkətə başlanılıb, diqqət yetirin, Oslo şəhərindən başlanılıb və A məntəqəsinə gedib, Oslo ilə A məntəqəsi arasında məsafə 50 dərəcə edir və bizə də burada vermişdi ki, 60 dərəcə Oslo şəhərindən A məntəqəsinə 2790 kilometr hərəkət edib. Bu zaman biz 1 dərəcəlik qövsün uzunluğu lazımdır bizə. 50 dərəcəni 2790 kilometrə qət edərsə, 1 dərəcəlik qövsümüzün uzunluğunu tapırıq. X kilometr. X da buradan bərabərdir 55,8 kilometrə. Yəni 60 dərəcəlik paralelin 1 dərəcəlik qövsünün uzunluğunu bizdən istəyir bir sözlə. 60-cı sualda X və Y düzənliklərin hər birindən axan ən uzun çay. Bayaq qeyd elədiyi X məntəqəsi Şərqi Avropaya düşür. Bunun ən uzun çayı Volqa çayıdır. Y düzənliyi isə Qərbi Sibirə düşür. Qərbi Sibir düzənliyində burada Ob çayını qeyd edəsiniz. Onların hər ikisində yayılan eyni təbii zona tayqanı qeyd edəcək. Tayqa təbii zonasını və bu düzənliklərdə geniş rast gəlinən eksogen relyef forması. Eksogen relyef forması isə buzlaq relyef formasını bura qeyd eləyə bilərik. Morenləri, karları, sirkləri bura aid eləmək olar. Və yaxud da eksaraziyada qeyd eləyə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun.